Salam, ikinci qruplara aid növbəti suallara baxırıq. 19 nömrəli sualda deyilir ki, 3m üstəgəl 7n və 7m üstəgəl 3n qarşılıqlı sadə ədədlərdir. Və bu nisbət 82-də 58-ə bərabər olarsa, m üstəgəl n cəmini soruşur. Əgər bu iki ədəd qarşılıqlı sadədirsə, deməli onların ortaq böləni 1-ə bərabərdir. Yəni burada 82-də 58 kəsirini biz sadə kəsir alınana qədər ixtisar etməliyik. Yəni 58 82 öz aralarında qarşılıqlı sadə deyil. Bunları 2-yə bölsək 29, 82-ni 2-yə bölsək 41. İndi gördük ki, 41 və 29 qarşılıqlı sadədir. İndi həll edə bilərik. Yəni 3m üstəgəl 7n-i çarpası 41-ə vuracağım və 29-u da 7m üstəgəl 3n-ə vuracağıq. Gəlin indi bunu hesablayaq. 41 vur 3, 123m üstəgəl 287n bərabərdir. 7 vur 9, 63, 6 yadda, 14, 20. 203m üstəgəl 7, 87n. Buradan alırıq ki, 287n minus 87n bərabərdir 203m minus 123m. Bu fərq 200-ə bərabərdir. 200m bərabərdir 80m. 20-yə bölürük hər tərəf. 20-yə yox, 40-a. 200-ü 40-a böləndə 5 dəfə, 80-i 40-a böləndə 2m. Deməli, burada n 2, m də 5 olacaq qarşılıqlı sadə olması üçün. Bizdən də m üstəgəl n cəmini soruşur. 5 üstəgəl 2, 7. 21 nömrəli sualda isə mərkəzi O nöqtəsində olan çevrədə ACB bucağı 48 dərəcədir. Bura 48 dərəcədir. Bizdən BAO bucağını soruşur. BAO buradakı bucağı soruşur. Bura 48 isə buna uyğun göz olacaq 96. Çünki daxili çəkilmiş bucaq uyğun göğsün yarısıdır. AB göğsü 96 dərəcədirsə, buna uyğun mərkəzi bucaq da elə 96 dərəcədir. AO və OB radiuslar da bir-birinə bərabərdir. Deməli, bu daxildə alınan AOB üçbucağı bərabər yanlı üçbucaqdır. Oturacağına bitişik bucaqları bərabər olmalıdır. 180-dən 96 çıxırıq. Verir bizə 84. 84 də bərabər bölsək 42, 42. Deməli, BAO bucağı 42 dərəcəyə bərabərdir.